Bunlar iki dost, iki şəhid. Bunlar iki qardaş eyni gündə, eyni yerdə şəhid oldu. Bugünkü gündə, bu günləri şəhidlər balamızın ay işığına yığışmışıq. Bu günləri cənnətdə dəyişməyən mevludun mübarək bala. Allah yerin cənnət məqamı uca eləsin. Amin. Nəsib qardaşa başsağlığı versin. Xalidə bacıma başsağlığı versin. Allah hamımıza səbir versin. Bizim balalarımız canları ilə, qanları ilə tarix yazdılar. Özləri aldılar torpaqların üstündə Allah'ın bir ayında gəzmədilər. Vətəni vətən dedilər, bayraq dedilər, torpaq dedilər. Bu qədər vətəni sevməklərinin məqamı budur. Allah bütün şəhidlərimizin yerin cənnət məqamını uca eləsin. Bütün şəhid analarına səbir diləyirəm. Allah hamımızın üçün yerin cənnət məqamlarını uca eləsin. Allah sizdən razı olsun. Allah oğlumuzun məqamını uca eləsin. Onun simasında cəmi şəhidlərə, bir yerdə deyirlər 50 min, bir yerdə deyirlər 70 min, bir yerdə deyirlər 100 min. Bizim bir itkimiz də olsa çoxdur. Bir şəhidimiz də olsa çoxdur. Düşmənin 10 mindən itkisi olsa azdır. Yəni belə düşünürük. Çünki bu müsəlman balalarıdır. Bunlar elə-belə havayı yerə getməyiblər. Allah rəhmət eləsin onlara. Amma bəzi yoldaşlara da üzümü tutub deyirəm ki, elə buradan deyirəm, çox vaxtı da deyirəm bunu. Biz valideynlər belə qəhrəmanlıqdan danışanda, o yanda belə deməsinlər ki, görürsünüz, hər şeydən razıdır. Biz qəhrəmanlarımızdan razıyıq. Bəzi adamların işindən heç razı deyilik. Bu da var. Yəni bunu gətirib, onu ilə uyğun belə uzlaşdırmasınlar. Dünyada çox olub doğmalara, yadlara faydan. Amma nə edim ki, özümə bir gün ağlaya bilmədim. Dağlandı ciyərim, çəkdiyim bəlalardan. Əhvalımı kim sordusa, inan göz yaşımı saxlaya bilmədim. Allah rəhmət eləsin. Bu yeni bir şeydir inşallah. Nə vaxtsa bir onlar hazır olanda sizlər üçün bunu olacaq. Analar, bacılar, qardaşlarım, atalar. Utanmaq lazımdır. Özdəki bizim açığı Şəhriyarın yəni bu tədbirlərində həmişə çıxışda olubdur. Orada məsəl üçün icramızdan olub, Ağdam icrasından olub. Burada var yoldaşlar. Buyurun gəlin. Salam. Qardaşımız Zahir buradadır inşallah. Salam, mən də hər birinizi Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı adından kollektiv adından salamlayıram. Bugün Azərbaycanımızın, vətən oğlunun cənnətdəki mövhub günüdür. Şəhidlərimiz, Şəhriyar daxil bütün şəhidlərimiz adlarını Azərbaycan tarixinə, nəinki Azərbaycan tarixinə, bütün dünya tarixinə qızıl hərflərlə yazmış igidlərimizdir. Məhz onların sayəsindədir ki, bu günləri arzusunda olduğumuz, hər dəfəsində baxanda köks ötürdüyümüz Azərbaycanımızın əvvəllər, bu sözə mən çox sevinirəm, əvvəllər işğal altında olub da, indi isə özümüzün, bizim öz belə deyək, səlahiyyətimizdə olan torpaqlarımızda, bölgələrimizdə Azərbaycanımızın üstəncili bayrağının dalğalanması bu doğrudan da gözəl bir fəxr hissidir. Məhz bu igidlərimizin, bu qəhrəmanlarımızın sayəsindədir. Allah Şəhriyarın timsalında bütün şəhidlərimizin, Azərbaycanımızın bütün bölgələrində uyuyan şəhidlərimizin ruhunu şad eləsin. Allahdan onların ailələrinə, əzizlərinə, sevdiklərinə təmkin səbir diləyirəm. Çox sağ olun, təşəkkürlər. Bir daha Allah ruhunu şad eləsin. Çox sağ olun. Allah sizdən razı